Yağların yanması üçün hüceyrələrimizdəki enerji stansiyalarına, yəni mitoxondrilərə oksigen lazımdır. Bədənimizdə olan dəmirin səviyyəsindən qanımızda olan hemoqlobinin səviyyəsi doğrudan asılıdır. Yəni normal dəmir miqdarı normal hemoqlobin miqdarına bərabərdir. Lakin dəmir əksikliyi zamanı hüceyrələrin daxilində olan mitoxondrilərə lazımı qədər oksigen daxil olmadığı üçün yağ yandırma prosesində ləngimələr baş verir. Bu da sizin arıqlamağınızı gecikdirir. Dəmir çatışmazlığı zamanı orqanizm lazımı qədər enerji istehsal edə bilmədiyi üçün bədəni enerjiyə qənaət rejiminə keçirdir. Və nəticədə siz özünüzü arıqlamaq üçün nə qədər yorursunuzsa da yorun, bədəniniz yağları parçalamaq yerinə onlara qənaət eləməyi seçəcək. Dəmir eyni zamanda tiroid hormonlarının normal şəkildə ifrazı və yaranması üçün çox vacib bir elementdir. Tiroid hormonları isə bədənimizdə metabolizmimizin idarəsində mühüm rol oynayırlar. Ferritin səviyyəsi 50-dən az olan xanımların metabolizmi, yəni maddələr mübadiləsi 30%-ə qədər ləngiyə bilər. Arıqlamağa başlamamışdan əvvəl mütləq hemoqlobin və ferritin səviyyənizi yoxlayın. Bədəninizdə lazımı qədər oksigen yoxdursa, yağ yandırma prosesi ləngiyəcək. Bu videonu bu problemdən əziyyət çəkdiyini düşündüyünüz bir dostunuzla bölüşün. Diqqətiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşərik.